Cinsi infeksiya yoluxma ilə əlaqədar başqa bir insanların səhvi barədə deyə bilərəm. İnsanlar çoxu düşünür ki, əgər mən özümü narahat hiss eləmədimsə əlaqədən sonra, yəni bir problem olmadısa, göynəmə, yandırma, nifrazatın gəlməsi, belə bir problemlər yoxdursa, demək, mən yoluxmamışam. Bax, belə bir şeydir. Yəni, bu tamamilə səhv fikirdir. Ola bilər ki, insanda göynəmə, yandırma olsun, amma analiz eləyək, onda heç bir mikrob olmasın. Ola da bilər ki, insanda göynəmə olmasın, yandırma olmasın, bir narahatçılıq olmasın, amma analiz vaxtı ondan mikrob tapılsın. Yəni, göynəmə və yandırma bu əsas əlamətlər deyil. Və nəyə görə bu belə olub? Son vaxtlar bu proses çox yayılıb ki, insan zöhrəvi xəstəliyə yoluxur, infeksiya tutur. Amma onda heç bir əlamət olmur. Nəyə görə? Kütləvi şəkildə antibiotiklərin istifadəsi ilə bağlı.